Hər bir şirkət canlı bir orqanizmdir. Eynilə insan orqanizmi kimi. Necə ki, insan orqanizmində hər bir orqanın öz funksiyası var, şirkətdə də hər bir struktur vahidin öz funksiyası mövcuddur. Və bütün bu struktur vahidlər bir-biri ilə sıx əlaqəli şəkildə işləyir. Əgər onlardan biri mükəmməl, digəri zəifdirsə, şirkətin ümumi fəaliyyətində problemlər yaranır, onun ayaqda durması, hətta inkişaf etməsi sual altına düşür. Məsələn, bir distributor şirkəti düşünün. Bu şirkətin iki əsas işi var. Biri məhsulları xaricdən ölkəyə gətirmək, digəri isə onu bazarda satmaq. Şirkəti analiz edərkən görürük ki, satış sistemi kifayət qədər inkişaf eləyib, lakin şirkətin strukturunda ümumiyyətlə satın alma ilə bağlı heç bir məqam yoxdur. Buna görə də şirkətin satın alma strukturunun öhdəlikləri digər aidiyyatı olmayan şöbələr, vəzifələr arasında bölüşdürülmüşdür. Və nəticədə şirkətin ümumi fəaliyyəti axsayır və şirkətin inkişafının qarşısı alınır. Düzgün idarəetmə strukturunun qurulması üçün biznes mütləq analiz olunmalıdır və ortaya çıxan öhdəliklər ayrı-ayrı şöbələr və vəzifələr arasında bölüşdürülməlidir. Eyni zamanda tabeçilik əlaqələri və ayrı-ayrı şöbələrin səlahiyyətləri də məhz bundan sonra müəyyənləşdirilməlidir.